Baxın, İran avtofaları. Mən avtofanı həmişə kənddə ayaq yolunda görmüşəm. İran avtofaları. Mənim sizdən fərqim ondan ibarətdir ki, bir daha deyirəm. Mən Azərbaycana bağlıyam, mən vətənimi sevirəm. Milyonlar qarşılığında belə. Nə sizin kimi İrana, nə İsrailə, nə Rusiyaya, nə Ermənistana, nə bilim Birləşmiş Ştatlara, nə Fransaya casusluq etmərəm. Allah o gün canımı alsın. Olmayın kimisə avtofası. Bilirsiniz ki, avtofadan nə üçün istifadə olunur? Siz ümumiyyətlə kimsiz ki, siz sonuçda Azərbaycan içərisində, dövlət içərisində kərimə dövləti qurmaq istəyən adamlarsınız. Sizi elə bədbəxt eləyiblər ki, bir ömür xoşbəxt ola bilməyəcəksiniz bundan sonra. Mən heç kimdən qorxmuram. Harda istəyirsiniz, gəlin vurun məni. Yazdığınız mesajlar var idi. O tindən çıxma vuracağıq. Bu tindən çıxma vuracağıq. Bunu öldürüb geyib kişi kimi yatacağıq deyənlər 2 ildir hələ yoxsuz. Ay İrana avtofalıq eləyənlər. Məni öldürmək üçün yola çıxan adam gəlib məni hər halda Bakıda tapmalıdır və yaxud da Sumqayıtda tapmalı yaşadığım yerdə. Mən niyə Lənkərana çağırır ki? Yəni o qədər boşdur ki bu adamların başı. Lənkəran kimi bir yerdə addımlayıram, gəzirəm, havasını uduram, çörəyini yeyirəm, amma İran üçün çalışıram. Bir gün gecə olmasa ayıla bilsəz, bu sualı bir də özünüzə verərsiniz. Mən bir çox hallarda ona görə deyirəm ki, sizi kimi 1000 nəfər bu Azərbaycanda olmaqdansa ki, başqa ölkə üçün dəridən qabıqdan çıxırsınız. 5-10 bu torpağa bağlı olan Azərbaycan qadını olsa, biz daha çox şey qazanarıq.